Rəhman və Rəhim olan Allahın adıyla. Salam, xoş gördünüz əziz müsəlmanlar. Allah oruz və namazlarınızı qəbul etsin inşallah. Bugünkü ayəmiz Kəhf surəsindəndir. Kəhf surəsinin 46-cı ayəsi. Mütəallı olan Allah Kəhf surəsinin 46-cı ayəsində bizlərə Baqiyətü's Salihat barəsində buyurur. Baqiyətü's Salihat nədir? Baqiyətü's Salihat İslam dinində bir termindir ki, bu həm fiqhdə işlənir və həm də əxlaq alimləri, əxlaq ustadları bu termini tez-tez işlədirlər. Mənası tərcüməsi isə budur ki, əbədi qalan yaxşı əməllər. Baqiyətü's Salihat, əbədi qalan yaxşı əməllər. Mütəallı olan Allah buyurur ki, Baqiyətü's Salihat sizin üçün xeyirlidir və sizin üçün bunda xeyir var. Biz hədislərimizə baxaq. Hədislərimizə baxanda biz görürük ki, buyururlar ki, bir sıra insanlar var ki, onlar bu dünyadan köçən zamanda onların əməl dəftərləri bağlanmayacaq. Yəni, bütün insanlar bu dünyadan köçəndə biz bilirik ki, onların əməl dəftərləri bağlanır. Amma hədisdə buyururlar ki, bir sıra insanlar var ki, onların əməl dəftərləri bağlanmaz. Onlar üçün dünyalarını köçəndən sonra, dünyalarını dəyişəndən sonra da belə onlar üçün xeyir əməllər həmin o dəftərlərinə yazılar. Kimlərdir bunlar? Bunlar birincisi alimlərdir. O alimlərdir ki, insanlar, bəşəriyyət onların çalışmalarından, onların əməklərindən, onlar dünyadan köçəndən sonra da belə istifadə edirlər. İstəyir bu din alimi olsun, istəyir bu dünya alimi olsun. Yəni insanlar, insanlara fayda verəcək bir şey kəşf eləyib və insanlar ondan istifadə edirlər. Məsələn, din tərəfini biz götürəndə alimlərimiz var ki, yüzilliklər bundan öncə yaşayıblar və hazırda da istəyir üsulda olsun, istəyir fiqhdə olsun, istəyir rical elmində olsun və yaxud da digər elmlərdə olsun, bu alimlərin sözlərindən, bu alimlərin çalışmalarından, yazılarından hələ indiyənə qədər də istifadə olunur. Və yaxud da istəyir bu dünyəvi elmlər olsun, məsələn, riyaziyyat alimi olsun, kimya alimi olsun və yaxud da digər alimlər, dilşünaslar olsun, digər alimlər olsun ki, bəşəriyyət indi də onların işlərindən istifadə edir və insanların mənfəəti vardır bunların işlərində və insanlar xeyir götürürlər, tərəqqi edirlər bunların işlərindən, araşdırmalarında və ilaxır ki, bu alimlərin əməl dəftərləri bağlanmaz. İkincisi, onlardır ki, onlar özlərindən sonra bu dünyada salih övladlar qoyub gediblər. Bir valideyn əgər özündən sonra salih övlad qoyub getsə, o salih övlad hər nə qədər bu insanlara, yaşadığı cəmiyyətə xeyr versə, faydalı olsa, o valideynin əməl dəftərində övladın gözəl olduğuna görə, övladın savab işlədiyinə görə valideynin də əməl dəftərində ondan yazılar. Və digəri isə buyururlar ki, o insanlar ki, sədəqə-i cariyə eləyiblər, sədəqə-i cariyə eləyirlər, onların da əməl dəftərləri bağlanmaz. Bizim sədəqəmiz bir neçə cürdür. Biri bildiyimiz sədəqədir ki, məsələn, zamanında insan verir bir müstəhəqqə, haqq sahibinə, həmin o sədəqəni verəndən sonra bu bir dəfəlik sədəqədir. İstifadə edilir və o da ondan qutarır gedir. Amma bir də var ki, sədəqə-i cariyə. Sədəqə-i cariyə o şeyə deyirlər ki, o sədəqəyə deyirlər ki, insanlar məhrum olan yerlərdə, məsələn, xəstəxana tikirlər, məktəb tikirlər, məscid tikirlər və ilaxır su quyuları qazıtdırırlar ki, insanlar bundan fayda görəcəklər, davamlı şəkildə fayda görürlər. Həmin onu görən insanlar, o işi görən insanlar dünyasını dəyişir, dünyasını dəyişəndən sonra onların amma əməl dəftərləri açıqdır və insanlar hər nə qədər ki, ondan istifadə edirlər, onlar üçün xeyir, əməllər, onların əməl dəftərində qeyd olunur. Ki, bu işlər Baqiyətü's Salihatdır, bunlar əbədi qalan xeyir işlərdir və Allah Taala da bizləri səsləyir bu xeyir olan işlərə tərəf və Ramazan mübarək bunun üçün bir fürsət idi, artıq axırlarına yaxınlaşmışıq. Bu fürsət idi ki, bizlər xeyir əməllərə özümüzü öyrədək, yavaş-yavaş, xırda-xırda, kiçik olan addımlarla həmin o xeyir işləri görək və Allahdan istəyək ki, Allah bizləri müvəffəq eləsin ki, Ramazan mübarəkdən sonra biz addımlarımızı böyüdək, daha geniş addımlarla, daha inamlı və imanlı addımlarla irəli gedək və xeyir əməllər
görək. Allahdan istəyimiz budur ki, Allah bizləri xeyir iş görməkdə müvəffəq eləsin və Allah bizi xeyir iş görənlərin, qədrini bilənlərdən qərar versin inşallah. Sağ olun, Allahın amanında qalın.